Tuttum! Tuttum oğrunu! Tuttum! Hani bəs? Axır kərə keçdi. Hani? De! Ay bala, nə var, nə olur, kimi tutmusun? Namik sıçraltdı. Vay vay, andıra qalsınlar, aləmi basırlar. Ay bala, dava oldu, zərzəri olur. Bu sıçanlar başlayırlar 5-5 balalamaq. Bəlkə balaca sıçanlar acdılar, oturub padvalda analarını gözləyirlər. Sıçan yox, sıçan. Yaxşı, sənə dəxli yoxdur, necə istəyirəm, elə də deyirəm. Aparıb mənim gül kimi düzələmi versin balalarına, hə? Yox, keçən suya getməz, öldürmək lazımdır onu. Amma bilməm, sıçovulu necə öldürürlər. Vereyim makidan o bilər. Nərəni bura? Aha, bildim. Üstünə nöyə tökür. Spişki vurub yandıracaq. Bu ne iştir? Uşaqlar, dal durun, çəkilin indi makidanla Namiyi vuruşacaqlar. Vuruşacaqlar, dala durun. Seleme ana. Buna bax, heç ömrümdə bizim bu Namiki vuruşan görməmişdim. Makidanı vurdu. Heç ağlıma gəlməzdi. Eğer bir bak başa düşsən ki səni nəyin üstündə vurdular? Onda bəlkə səndən adam oldu. Salam Makidon. Yoxsa incimisən məndən? Nə olub sənə? Dərd çəkirsən ki adını Makidon qoyublar. Əslinə baxsan Makidon heç bir saat deyil. Binanın yarısını gecə eləyiblər qospital. Yarısı məktəb olub, yarısı da qospital. Bu boyda şəhərdə elə bil başqa bir bina tapa bilmədilər də. Şeylə götürək bu üzbəzdəki binanı, karamel fabrikini. Sizcə yararlılar da qənfə düzəldən dəzgahları üstündə yatsınlar, hə? Güya bilmirmiş ki şəhərdə yararlı binaların hamısını qospital eləyiblər. Xəstə yanına saat 5-dən sonra bıraxırıq. Mən xəstə yanına getmirəm, vacib işim var. Həkimi görməmisiniz? Oradadır, o palatada. Baş həkim biraz sonra gələcək. Bütün gecəni yatmayıb. Ağır ağır nəfəsə. Sakin. Ay ana. Hiçbir şey olmaz, qorxma. Dün gecəni vurnuxurlar, sarğı otağını hazırlaya bilmirlər. Elə bir səhra qospitalındayıq. Salam. Birazdan. Salam, tampon. Tez. Biraz əldən zirək olun. Məndən işiniz var? Gəlmişəm sizə kömək eləyim bu ağır günlərdə. Sizin az da olsa tibbi savadınız varmı? Xeyr yoxdur, amma nə iş versəniz hamısına razıyam. Savadsız burada işləmək mümkün deyil. Heç olmasa balaca bir savadınız olsaydı. O ki qaldı. Xəstənin altını təmizləməyə, bunun öhdəsindən sanitar da gəlir. Hala siz kim icazə verib? Kim deyirəm? Bir qangrenamız eksikdi. Sizdən soruşulan kim onu bırakıb? Cemaat burada verirlənir, arada bizi danlayırlar. Sənin ağlın özünə getməsin. İndi hamı yalandan özünü təmiz göstərir. Sən xəbərin yoxdur ki, cəmaat evdə neynə məşğuldur. Yox, hamı fağır olur.
Amma sən elə hey əlləşirin iki fronta bir köməkli eləyəsən. Axır nə oldu? Heç. Amma istəsən heç olmasa öz ailəvi ağ günə çıxardırsan. Biz yaşamalıyıq ya yox. İndi hamı bir tərlə öz başına girir ki, sağ qalsın ölməz. Hamı sağ qalacaq. Qoşunlarımız bütün cəbhə boyu hücuma keçiblər. Demirdim ki, qalıb gələcəyi. Elə də oldu. Az qalıb, laf az qalıb. Bu müharibədə qələbə bizim olacaq. Təbrik edirəm sən. Amma nə mən, nə mənim balalarım o günü görməyəcək. Niyə görməyəcəksiniz? Çünki o günə kimi biz hamımız acından öləcəyik. Başa düşdün? Mən sabun pişirməyəcəyəm. Pişirməyəcəyəm. Bax, bir belə metalda, mister bu. Düz 100.000 patron düzəltmək olar. Heç bilirsiniz 100.000 patron nə deməkdir? Əslində qalsa biz metalsız da fəxr eləyə bilərik. Biz Bakılılar bilirik ki, nefsiz müharibədə heç bir şey eləmək mümkün deyil. Tank, təyyarə, hamısı neft tələb eləyir. Bunu da biz veririk, bütün Bakı verir. Bakı cəbhəyə nə vermir ki? Yığın balalar, yığın. Əgər bir tanlıq metal yığa bilsəydik, hamı bizə deyərdi barakallah. Xahiş eləyərdik həmin tankın üstündə bu sözləri yazsınlar. 49-cu məktəbin kollektivindən cəbhəyə hədiyyə. Təsəvvür eləyirsiniz?